Hörmətli abituriyentlər və müəllimlər, möhtəşəm 26 sınağından sınaq nömrə 2 ilə videolarımız davam edir. Sualın nömrəsi burada onsuz da görsənir. Sual nömrə 15. Kanalıma abunə olmağı unutmayın ki, kitabın bütün video izahlarına, bütün çətin məsələlərin izahına açıq linklə YouTube kanalında baxa bilərsiniz. Bizdən yekunda burada C böl D-ni soruşur. Biz əvvəl C-ni və D-ni tapaq, sonra o nisbətini hesablayarıq. Deməli, bizə veribdir H3 PO2 və H3 PO3. Deməli, burada H3 PO2 hipofosfit turşusu 1 əsaslı, fosfit turşusu isə 2 əsaslı turşu olduğunu biz bilirik. Və bizə deyir ki, dissosiasiya 100%-də hidrogen iyonlarının sayı bərabərdir, yəni x-dir. Yəni, mən bunda elə götürərəm ki, bunların mollarını, hidrogenlərin sayı bərabər olsun. Mən bunu 2 mol götürsəm, burada olar 2 mol hidrogen iyonum. Bunu da 1 mol götürsəm, burada da olar mənim yenə də 2 mol hidrogen iyonum. Həqiqətən də gördük, bərabərləşdi. Onda mən burada baxdım ki, A bərabərdir 2-yə, B də bərabərdir 1-ə. Yəni, bunu neçə götürsək, yuxarını 4, aşağını 2 götürsək, yenə də eyni cavabı almış olarıq. Deməli, bizim oldu 2 mol hipofosfit turşumuz və 1 mol da fosfit turşumuz. Və bizə deyir ki, bunları neytrallaşdırmaq üçün lazım olan kalsium hidroksidim mol sayını hesablayın. Deməli, biz bilirik ki, burada 2 hidrogen iyonu var. 2 hidrogen iyonu varsa, buna da lazımdır 2 dənə OH. 2 OH da elə 1 mol kalsium hidroksiddə var. Onda mən bunun C-ni də tapdım. Neçə? C-ni tapdım 1. Yəni 2 mol hipofosfitdə 1 mol kalsium hidroksid lazımdır. Sonra bizə deyir ki, D mol. Yəni kalsium hidroksid lazımdır. Bizim də 1 mol nəyimiz var? Fosfit turşusunda. 1 mol fosfit turşusunda da yenə 2 mol hidrogen iyonu varsa, yenə də ona da 2 dənə OH lazımdır və 2 dənə də OH 1 mol kalsium hidroksiddə var. Deməli, mən D-ni də tapdım. 1. Məndən elə C böl D-ni soruşursa, onda burada cavab olur nə? 1.